Bir neçə gün öncə Gəncə şəhərində intihar edən 21 yaşlı Nüşabə Məmmədovanın ölümünün bəzi təfərrüatları məlum olub. Gəncə Dövlət Universitetinin tələbəsi olan qız atasının məzarını ziyarət edib. Orada sirkə turşusu içən Nüşabə Məmmədova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Xatırladaq ki, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova Gəncə şəhərində martın 26-sında sirkə turşusu içib. O, rayon xəstəxanalarından birinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhər kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, Nüşabə Məmmədova bu gecə sözü gedən xəstəxananın toksikologiya şöbəsində vəfat edib. Bildirilib ki, o 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib. Nüşabə Məmmədzadə Gəncə Dövlət Universitetində təhsil alırmış.